Ümumdünya Səhiyyə Təşkilatının üzvü olan 194 dövlət, o cümlədən Azərbaycan Respublikası mayın 20-sində rəsmi olaraq ilk pandemiya sazişini təsdiq edib. Bu, qlobal ictimai səhiyyə əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı olub. İki sahil xəbər verir ki, 78-ci Ümumdünya Səhiyyə Assambleyasında müzakirə edilən bu konsensus qərarı COVID-19 pandemiyası zamanı ortaya çıxan bərabərsizliklər və boşluqlardan sonra 3 il ərzində aparılan danışıqlardan sonra təsdiq olunur. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus razılaşmanı ictimai sağlamlıq, elm və çoxtərəfli fəaliyyət sahələrində qazanılan qələbə kimi qiymətləndirib. Bu razılaşmanın gələcək pandemiyaların qarşısını almaq və onlara cavab vermək üçün dünyanın kollektiv qabiliyyətini artıracağını vurğulayıb. Vətəndaşlarımız, cəmiyyətlərimiz və iqtisadiyyatlarımız yenidən həssas və çətin vəziyyətə düşməməlidir deyə o bildirib. Sazişə dair səsvermənin nəticələrinə görə 124 dövlət onun lehinə səs verib. 11 ölkə bitərəf qalıb, etiraz edən isə olmayıb. Plenar iclasda konsensusla qəbul edilən saziş fövqəladə səhiyyə zamanı peyvəndlərə, müalicələrə və diaqnostikaya ədalətli çıxışı təmin etmək üçün prinsipləri və vasitələri müəyyən edir. Onun məqsədi beynəlxalq koordinasiyanı gücləndirmək və daha davamlı qlobal səhiyyə sistemi qurmaqdır.